Videoya başlamadan önce kanalımıza abone olmayı unutmayın. Hoş izlemeler. Bir saniye. İnşallah dünən beğendiler benim girişimi. Herkese selam. Yıkılmadım, ayaktayım, dörtlerimle baş başayım. Nasılsın sana? Yok bir dakika gel. Ben indiği kimi hansı bir yadıçılığını silmişəm bu YouTube'dan. Kasıtım yoktu, çok güç verin. Yaxşı, davay. Yıxma bu dəfə. Gəl biraz qabağa. Gör nə günə qoydun məni. 3, 2, 1. Herkese selam. Nasılsınız, iyi misiniz? Bugün benim doğum günümdür arkadaşlar. Evet. Təbrik edirəm. Böyük oğlan olasan, səni çox sevirəm. Mənim kahramanımsan. Bugün benim hər doğum şeyimsən. Həm sevgilimsən, həm yoldaşımsan, həm qardaşımsan, həm atamsan, həm anamsan. Hər şeyimsən. Bu həyatdakı hər şeyimsən. Həm balamsan, hər şeyimsən sən mənim. Səni Bugün çox benim sevirəm. doğum günümdür. Yaxşı ki, anan səni mənim kölə olaraq dünyaya gətirib. Hem paranı yiyorum, hem sevgini yiyorum, hem kendini, hem kafanı. Bugün benim doğum günümdür. Evet, yaxşı ki varsan da bəs ağələmə getdik kombin düzəltməyə. Gel. Ofelia'nın gardırop odasına hoş gelmişsiniz. Şap. Deməli, bugünkü kombin başlığımız videonun başından da gördüğünüz kimi kocaman ad gününe kombin hazırlayırıq. Kozamın A günü böyle alt voltam değişen kombini Ne videosu. basını? Happy birthday to you, mandalina suyu, yemeğini ye uyu, yoksa gelsin yumruğu. Bu ne nasıl sakar, yaman özümü döydürüm. Her şey dövülürsen sen. Neyse. Neyse arkadaşlar, demek bugünkü kombin videomuz nasıl olacaktır? Demek seçtiğimiz en güzel paltarları birbirinden Birinci. uyumluluğunu yokluyoruz. Bu don. Bu donun Gözde içinde aşkım. üzgüsü... Ha. Bak bir gösteririm sen. Biraz qırağa çekil, izleyiciler de görsün. Pufuğu rəddəl o yana. Birinci don budur. Lakin biz Astalaniyada təkcə ad gündə olmayacaq. Həm rəqs eləyəcək, həm skuter sürəcək, həm yemək O dondan yiyəcək. sen hiç neyle bilmiyorsun. Tamam, bu getdi. İkinci varyant. Gəl. Gel. Kim o? Kim o? Kimdir? Bugünkü verilişimize hoş geldiniz aziz izleyiciler. Demek sizleri bizim veriliş kanalından İkinciyi bizim gösterdim. hayat jizin boyu ömür boyu yaşadığımız dramlardan ve hayatı dəstəklərdən sizler de görünüp ben İkinci donum. Qeyri-mümkün də o da dondu. Təbii ki dondan nə fərqi ola bilər? Eləyə bilməyəcəm. Yox. Bunu yox deyə bilməyəsən. Gəliyor, hazır mısın? Gözlüyorum. Geliyor. Gözlüyoruz. Bunlar her Kostyum şeyi gətirəcək, yerlər. kostyum gətirəcək. Elə bir don gətirirəm ki, bundan hər şey eləyə bilərəm. Yəni heç nə seçimlərdən irəli. Hazırsan. Bilmirsiniz. Hazırsan. 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 Bilinməyən uzaqlarınız üzərində. Bundan dıp da eləyə bilərəm. Skuterdə sürə bilərəm. Hər şey eləyə bilərəm. Bir dənə ölməkdən başqa. Niyə ölə də bilərsən? Ürəyindən. Həqiqi. Doğrudan. Yoxlayaq bir dənə. Məşqəm şu. Ayıldım. Məşqəm şu. Evet. İnandı dedi. Hə, bunu geyinirəm. Səndən soruşmuram, prosta geyinirəm deyirəm. Geyinəbilirsən. Çox sağ ol icazə verdiyin üçün. Deməli, ya Allah, sən nə geyinəşsənə bu arada? Ben bilmem ne diyelim ama ad günümdür düzdür. İsterim ki ağ köynə geyinim, hər öz ürək sözü yazasın üstünə. Bir Qur'an da olsun. Son zəngimdə güvən. Hiç komik değil, mümkün olsun. Yaxşı, söz, mənim paltarım hazır. Bunu geyinib izləyəcək. Görün mən nə seçirəm. Sonra Məryəm, ay Məryəm, sumka seçməyə sən yaxşısan. Onunla hansı sumka gedər? Nəzərə al ki, ad günüdür. Hansı ağ? Hansı? Arkadaşlar, ad günü bayram şenlikler için iki cür çantam var. Bu mu, bu mu?
Gedər o bundan. Elə bir o biraz sport donu deyə. Heç mara getmir ondan. Mənim fikrimcə. Deyirəm də çanta kolleksiyamı yeniləmək lazımdır. Azdır. Buradan kocam hazretlerine duyurulur. Sumkam azdır. Aşkım. Hə. Sumka taxmayım bəlkə. Məncə də. Ya da Rabiənin qarı miyu sumkası var, balaca. Olmaz. Onu taxacağam. Mən niyə döysən sən dəqiqə başı? Neyse ben de olayım burada sumka seçtiririm ben. Danışmasan mən olum. Ölüm sənin üçün keçən. Geyindim paltarı görə necə qalır əynimdə. Evet, giyindim geldim arkadaşlar. Nasıl olmuşum? Prenseslere benzemiş miyim? Bu paltarımdan çok hoşum gelir. Keçen il Səni heç kim görmür. Ah, böyle neydi sen? Bildiler de ağ şalvar giyin, ağ giyin, aşkım ne olur ağ giyin. Tortun ağ mavidir, ne olur ağ mavi giyin de. Yolun olsun. Xahiş edirəm. Necə olmuşam qızlar? Qəşəng olmuşam. Bu paltarımı çox sevirəm. Keçən il kökəlmişdim deyə əynim olmurdu. Qarşısı bağlanmırdı, amma bu il bağlanıyor, kapanıyor. Ben başardım anne. Şo, mənim paltarım bu qədər. Çox sadə. Aksesuarlara keçək. Deməli 2 dənə. Deməli bu sepim qalır, qızıl sepim. Qızıl sırğam da qalır. Qızıl üzüyüm də qalır. Düzəldim bunu. 2 cür saatım var. Düşünürəm ki bu tam klasik paltar kimi getmir də. Tam klasik don deyil. Demək ki uşağı kenguruya qoymağı planlaşdırırsan. İndi yaşı üçün deyil ha onun şaka. İndiki yaşı üçün. Deyil aşkım. Özüm ölüm onun üçün balacadır. Ölüm sən üçün deyil. Aşkım, özüm ölüm. Get at o şəklini geminiyə soruş. Denən neçə aylıq Sən uşaq. soruşmursan bunu? Soruşmamışam. Bir dənə soruş gemindən. Denən neçə aylıq uşaq ona mindirə bilərəm. Ay qız Ən o. çox 7 kilo, 7 kilodan oyuna geyindirə bilməsən balacadır. Baxım. Da. Hanı? 7 kilo yardırma kimi ən çox. Amma 7 kilodan 25 kiloya kimi deyir. Ay yazıb. Yox 25 kilo əsas deyil. 25 kilo başın xarabdır sən. Onda deməli o kilo deyil. 2 cür saatım var. Biri belə qızılıdır, biri belə gümüş. 2 var. Infant Careers. Aşkım o deyil. Yaz geminidən soruş da. Uşağımı bu yaşda kenguruya, ona hələ oturmağa icazə yoxdur. Sən onu necə kenguruya qoymağı planlaşdırsan? Sən kim dedi? Nə oldu? Mən onun qucağında... Kenguru nədir var? 30 durur da. 30 durmur, belin sıxır. Uşaq belə sıxılır. Yaxşı, bax hansı saatımı taxım? Geminidən soruşar. Hansı saatımı taxım? Hansı saatımı taxım? Hansı saatımı taxım? Qızım. Şəhriyar bunu seçdi. Deməli bunu taxırıq. Şaka yaptım, şaka yaptım. Evet. Taxdım arkadaşlar. Saatim qəşəng oldu ya bu arada. Pis görünmür. Bir dənə belə yüzük taxacağım dostlar. Qoy əlim qolum biraz dolu olsun. Bu barmağıma. Necə göründü sizcə? Yorumlarda yazarsınız. Bu barmağıma böyük oldu. Mənim barmaqlarım niyə belə balaca deyə. Məryəmin əllərinə üzük daha yaxşı olur, nəinki mənim əlimə. Və bunu gətireyim, Məryəm bu barmağına taxacaq. Ona tam olacaq. Amma mənim bu barmağım, ən böyük barmağım budur, buna olmur. Şöh. Bu belə. Qaldı saç makyajım. Həmişə olduğu kimi dünəndən qalan makyajımı silirəm. Bugün biraz daha ışıltılı bir makyaj eləyəcəyik. Çünki kocişimin doğum günüdür. Haydi. Bax, yapay zekadan soruşdum. Deyirəm ki, bunu neçə aylıq uşaq istifadə edə bilər? Minimum neçə aylıq? Deməli, minimum çəki təxminən 3-4 kilo edir. Yəni nəzəri... Bunun boyuna bax, balacadır. Mən Rabiət olan yekək. Nəzəri olaraq, körpə bu çəkiyə çatana kimi adətən 1-ci ayından istifadə edə bilər. 12-15 aylığına qədər deyil istifadə edə bilər 1 aylığından. Vacib deyil təhlükəsizlik qaydası. Hər nə qədər çəki minimum 3-4 kilo göstərirsə də uşaq həkimləri bu tip klasik kengurulardan istifadə üçün başqa bir fiziki meyarı əsas götürürlər. Körpənin boynunu sərbəst və dik tuta bilməsi. Adətən 4-5-ci aylarda boyun əzələlərini tam idarə edə bilirlər. Əgər hələ başını dik tuta bilmirsə, mütləq şəkildə üzü sizə tərəf, xüsusilə baş dəstəyi ilə istifadə olunmalıdır. Yaxşı. Şəhriyar deyir, mənim kombinim hazır. Öyleyim, Şəhriyar, hə, üzü sən tərəf olacaq.
Amma elə uşağımın üzünü Oldu. məndən qabaq çəkib paylaşmasınlar. Oyuncu. Dünən bir dənə qız gəlib şəkil çəkdirməyə. Elə bildi ki, Zeydin sumkasının üstü açıqdır. Maşına gəldi belə de, çık çık çəkdi şəkli. Mən də o sırada pro Zeydin üzünü çoxdan bağlamışdım. İstəyirdilər məni qabaqlasınlar. Cem özeydi qurumları. Aşkım, gəyin bir geyin. Kombinim de hazırdır mı? Aşkım, bu nədir? Belə kombin olar. Uşağıma görə ayarladım kombini. Ha, bu benim kombinim. Ata ürəyi, dağ çiçəyi, görsünüz. Oğlu oynayanda da oğlundan təşvin çıkı ta banana çıkı banana. Zeyd qusacaq üstüvə deyim biləsən. Banana çıkı Aşkım, yaxşı, əsəbləşmə. çıkı banana çıkı banana anana banana danana unana kanana. Yaxşı, get şeylə mən də Zeydi geyindir. Zeydi. Gəl Zeydin kombinini seçək. Uşaqlar. Evet arkadaşlar onlar şənlik fikirləşəndə amma mənim ürəyim ata ürəyi oğlumun rahatsızlığını düşündüm. Çəkil. Bax odur mənəm bu mənəm. Birinci kombinimiz Zeyd üçün. Bu da ikinci kombinimiz. Hansını geyindirim? Kinder olsun balam yoxsa bəy? Kinder də yumuşaq materialdır yəni. KitKat da ola bilər bu arada. KitKat çox geyinib. Məncə Kinder papaqlı da elə Kinder olsun. Bu da papaqlıdır. Hani? Deyil. Kinder olsun. Ha. O zaman bugün Zeydi Kinder eləyir. Uşağımı çaşıb yeməsinlər orada. Sunkası da çıkıdan çengurusu da. Bu arkadaşlarım da geliyor. Arkadaş giyinmeyi tezlerle. Şu, bəbəmin də kombini hazır. Bunu buradan asaq. Qalxıb yuxarıda geyindirəcəm Zeydi. Makyajımı eləyək bir yerdə, uca gecikirik. Deməli arkadaşlar, makyajımı canlı yayımda eləyəcəm. Amma hansı canlı yayımda? Fiora Kosmetika'nın canlı yayımında. Orada TikTok'da takip... Canlıda deyirlər, əla. Onda video paylaşım elə girimdə, qoy izləyicilər səhifəni tapanda məni görsünlər. Getdim mən Fioran səhifəsində canlı açmaya. TikTok'da Fioran səhifəsini takip alın, orada tez-tez makyaj videoları canlıları açacağım. İndi həm sizlə, həm Fiora izləyiciləri ilə makyaj edirik hazırsınızsa. Uşaqlar, əl üzümü yumuşam, prosto kipriklərimə çox su vurmadım ki, tuşum dağılmasın. İndi qəşəngcənə bu kipriklərimdəki tuşu çıxardırıq. Başlayırıq makyaja. Əsnatın gözünə, oy dirsəyim dəydi. Əsnatın gözünə vurduğum gözlərindən vurmaq istəyirəm mən də. Baxın bununla. Mən də qırmızı pomada vurmaq istəyirəm. Görən çox şey görünməz, şit görünməz. Şu an bir arada qaldım. Yox, qırmızı vurmayacağım. Qəşəng solidni, sadə, koriçnevi tonlarda pomada. Qəşəng gözləri vuraram bir dənə, abartılı olsun, qalan bir şey olmasın məncə. Arkadaşlar, canlı yayıma salam deyin, özünüzə baxırsınız hal-hazırda. Siz də YouTube'dakilərə salam deyin, zəhmət olmasa. Biz başladıq canlıya. Hal-hazırda YouTube üçün kombin videosu çəkirəm. Şəhriyarın ad gününə hazırlanma videosu. Canlıda da Şəhriyarın ad gününə makyaj videosu çəkirəm. Bir-birimizə baxarsınız da sonra tapışarsınız, yəni qısacası. Başladıq. Evet arkadaşlar, ortalığı yıxdıq və canlı yayımda bir yerdə makyajımızı elədik. Qaldı bir dənə saçımı daramaq. Hədiyyələrə görə çox sağ olun. Qaldı bir dənə saçımı daramaq, bir də parfümlənmək. Parfümü də elə bir yerdə seçək. Gəlin, siz görmüsünüz də parfüm istəndirir. Qoy canlıdakilərə göstəreyim. Hansı parfümü vurum? Bu arada göstərdiyim parfümlərin hamısı da Fiora'da var. Hansı parfümü vurum? Yazın. Qoy hələlik YouTube. Deməli, canlı yayımda hər kəs idolü seçdi, bu parfümü seçdi. Ona görə bu parfümü də vurduq. İndi bunu qoyuram kənara, arkadaşlar. Sizə göstərirəm. Saçımı açıq qoyacağım, çünki neçə vaxt bilirsiniz, qış fəslindəyik, çox bağlı geymişik. Qollarım açıqdır və bu məni biraz rahatsız edir. Ona görə saçımı açıq saxlayacağım ki, biraz kamuflaj eləsin. Makyajım oldu bu şəkildə. Canlı yayımdakilər də gördü. Necədir sizcə? Məncə qəşəng oldu. Yəni belə baxanda super görsənir. Donum və saçım. Oğluşuma da bunu geyindirəcəm. Kızlarımın da paltarlarını seçdim. Minik kızımı hazırladım. Böyük kızım olduğu geyimdə qaldı. Ortancıl hələ fırlanır ortalıqlarda. Bu qədər. Bugünkü kombin videomuz bu qədər. Necə göründüm, necə oldu, 10 üzərindən puanlayın, bəyəndinizmi, bəyənmədinizmi? Əslində daha klasik bir şeylər geyinə bilərdim. Bu don biraz sport qalır da əlində.
Amma ki rahat oynayıb dıp eləyə bilmək üçün bu donu geyinmək məcburiyyətindəyəm. Amma çox qəşəng paltardır. Yəni bunun hətta olsaydı bej rəngini, yaşıl rəngini alardım. Amma da bilmirəm ki hardadır. Çünki keçən il almışdım. Çox qəşəngdir məncə. Beli falan çox gözəl göstərir. Özü də kloş deyə çox gözəl görünür. Onun üzərindən kombinimi puanlayır. Sizləri çox sevirəm. Şəhriyar əmimizin ad gününə gedirəm. Axşam ad günü vlogu gələcək. Kanala abunə olmayı unutmayın. Matikuti. Bir anda cilvə bitdi. Canlar, indi gedirik Zeydi dədəsinin ad gününə hazırlaşdırmağa. Ondan sonra çıxırıq. Şəhriyar da hazırlaşır. Hamı hazırdır. Day çıxırıq. Evet, bəbəşin pampersini dəyişirik qəşəncə. Hazırdakı kombini budur. Belə çizgili köynəklə belə günəşli şalvar geyindirmişəm. Uşağı piva boçkasına oxşatmışam, nehrə boçkasına oxşatmışam. Qarnının üstünə, sinəsinə qədər şalvarını çəkmişəm. Pampersini dəyişək, əynini çıxardaq, təzə paltarını geyindirək. Təzə paltarı hanı? O da buradadır. Atayla ad günü, saat ad günü, ha? Sözüm, sözüm, sözüm. Evet, ata ilə əzizlənmə saatı. Qalmışam, mən də gözləyirəm. Nədir sözüm? Bir ciddi oğlansan sən, aman aman. Hey aşkım, bizdən belə uşaq necə əmələ gəlib çatmır mənə. Allah sənin şərrindən qorusun. Sən belə adama baxırsan Allah'ım. İndi şikayət edərsən, bayaq şikayət edərsən. Da səndən qorxa-qorxa danışır. Aşkım, biri gəlib qalmır yanında, başlayır ağlayıb işverənlik eləməyə. Elə bil həmin adam onu ağlatdı. Bu istini sevir. Bunun biraz üşüyen kimi bədəni olur, alağa bəzəyi boz keçir. Ağdərli də ona görə. Gədə pampersini dəyişim, mayka geyindirim, üstünə tulum, papaq geyindirim, paketliyim, bunu çıxardaq. Qalın geyindir, Davay. tulum. Arkadaşlar, Kinder sürprizimiz hazırdır. Can çəkişiyor hal-hazırda. Gedək onu rahlayaq. Oğlum, bak sinirliyim diyorum. İnanmıyorsunuz. Şu eşittirəm boyda gəldi. Qızdı, üstümə qızdı. Başın yerlədir bir daha, ona eləyir. Yaxşı, əsəbləşmə. Eybi yox, paltarları sənə qurban olsun. Nəyi var qusdu ya? Yaxşı, əsəbləşmə. Sağ olun bacılar, sağ olun. Kinder yumurta oldum, gedirəm ad gününə.